Deməli uşaqlar, nə edəcəyik bu günləri? Kompleks ədədlərin izahını verirəm. Diqqətdən qulaq asın. Dərsi qayd edirəm. İzahını atacağım yenə qrupa, linkdən baxarsınız. Kompleks ədədlər nədir uşaqlar? Biz bu vaxta qədər riyaziyyatda nə qədər suallar işləmişik də, nə bilim, mövzular, trigonometriyası, üçbucağı, nə bilim, natural ədədlər, kəsirlər, en qədər sual işləmişik də. İşlədiyimiz o misalların üzərində verilən ədədlər hər biri nə idi? Həqiqi ədədlər idi. Həqiqi ədədlərin nə olduğunu bilirik. Bunun içərisində naturalı var, tamı var, rasionalı, irrasionalı. Bilirik də nədir? Düzdür? En qədər misallar işləmişik. Burada heç bir problemimiz yoxdur. Gəlik kompleks ədədə. Kompleks ədəd nədir? Nə olan şeydir? Gəlin buna baxaq uşaqlar. Ümumiyyətlə, məlumatı olan varmı? Birinci sizdən sual verim, sonra mən danışacağım. Kim nə deyə bilər mənə? Bu kompleks ədəd haqqında nə bilirik? Nə deyə bilərsiniz? Kimin yadında nə qalıb? Məsələn, biz x kvadratı bərabərdir, tutaq ki, x kvadrat çıxıb 1 bərabərdir 0 yazırıq. Tutaq ki, x kvadrat bərabərdir -1 olanda deyirik bunun həqiqi kökü yoxdur da. Amma kompleks bir vahid daxil ediblər, deyəsən, i kvadratı bərabərdir -1. Bəli, aferin sənə dəniz, düppədüz. Deməli, yoldaşınız nə deyir? Deyir, müəllim, normalda biz həqiqi ədədlərdə, tutaq ki, x kvadratı bərabərdir -1 yaza bilməzdik. Təbii ki, yaza bilmərik. Çünki heç bir ədədin kvadratı mənfi ola bilməz. Niyə görə mənfi ola bilməz? Ədəd kvadratı 2 dəfə özünə vurmaq deməkdir. İstər müsbət ədədi özünə vur, istər 2 dənə mənfi ədədi özünə vur, yenə müsbət olur, yəni mənfi olmur, düzdür? Amma bu, kompleks ədədlərdə əksinədir. Yəni, i kvadratı bərabərdir -1 olacaq. Nə deməkdir bu kompleks ədəd? Yəni, xəyali ədəd deməkdir. Xəyal edir. Elə bil, real həyatdan yuxu kimi başa düş. Normal, real həyatda insan özünü öldürüb uça bilməz də, mümkün deyil. Amma yuxuda uçursan, məsələn, tutaq ki, sən. Nə bilim, 5 metr göyə tullanırsan. Yəni, bunu xəyal edirsən də sən. Real olan bir şey deyil ki, düzdür? Xəyali ədəd olduğu üçün biz bu mövzuda i kvadratın bərabərdir -1 olaraq götürürük. Oldu mu uşaqlar? Oldu. Aydındır? Əla. İndi gəlin görək bu kompleks ədəd özü nədir? Kompleks ədəd z ilə işarə olunur. Z bərabərdir a üstə gəlsin b idi uşaqlar. Bu kompleks ədədin cəbri şəklidir. Nə oldu? Cəbri şəkli. Bəs müəllim, buradakı a nədir, b nədir? A həqiqi hissəsidir uşaqlar. Həqiqi hissəsi. B isə xəyali hissəsidir. Oldu mu? Məsələn, sənə ifadə verər. Tutaq ki, z bərabərdir 6 üstə gəlsin 5i. Deyər ki, Ayxan, bunun həqiqi hissəsi neçədir, xəyali hissəsi neçədir? Neçə olacaq? De görüm. Həqiqi 6 olur, xəyali 5. 5 olacaq. İ'nin yanındakı ədədimiz olacaq nə? Xəyali hissə. Digər sabit olan ədədimiz nə olacaq? Həqiqi hissə. Oldu? Oldu. Yoxdur ki burada. Xeyr mi? Laf gözəl. Sonra, var kompleks ədədin qoşması. Məsələn, kompleks ədədin özü z bərabərdir a üstə gəlsin b idi, bunu bildik. Qoşması da ki, z üstündə xətlə işarə olunur, bərabərsən. Qoşmasını bilirsən də nə deməkdir? A plus b-nin qoşması nə olacaq? A çıxılsın b. Yəni, işarə neyini əksinə dəyişir. Oldu mu? Məsələn, z bərabərdir 8 üstə gəlsin 3i-nin qoşması nə olacaq? 8 çıxılsın 3i. Oldu? Oldu. Və yaxud da z bərabərdir -7 üstə gəlsin 4 i-nin qoşması nə olacaq? Yenə -7 qalır yerində, çıx 4i. Oldu uşaqlar? Oldu. Birinci növbədə nəyi bildik burada? Bunun əlavə qaydaları da var uşaqlar. Trigonometrik şəkli falan. O sizə lazım deyil. Yəni onu mən demirəm. Məsələn, köhnə topluda, bundan əvvəlki topludan da obursunda, məsələn, belə deyim, kompleks ədədlər 2 bölmədən ibarət edir. Bölmənin birində yazırdı trigonometrik şəkli. O, abituriyent proqramından çıxıb. Da sənə lazım deyil deyiləm, mən sənə nəyinə deyib, beynini yalanla gördüm. Sənə lazım olan hissələr deyəcəm. Oldu mu? Deməli, Oldu mu? birinci növbədə neynədik? Kompleks ədəd i kvadratının -1 olduğunu bildik. Sonra cəbri şəklini göstərdim, a plus b şəklində olur. Qoşmasını deyirsə, dedim, bunu deməsəm də onsuzlar siz əvvəlcədən bilirdiniz. A plus b-nin qoşması nə olacaq? A çıx b-i. Və yaxud da A çıx b-nin qoşması nə olacaq? A üstə gəl. Yəni toplamanın toplamadırsa qoşması çıxma, çıxmadırsa toplaması götürəcək. Oldu uşaqlar? Oldu. İndi başqa nələr var burada? Deyərsən, müəllim, bununla qutardı? Yox, təbii ki, qutardı.
Əsas məsələ nədir uşaqlar? Biz riyaziyyat misal işləyiriksə, ümumiyyətlə riyaziyyat nə üstündə qurulur? Mən bunu həmişə demişəm sizə. Toplama, çıxma, vurma, bölmə. 4 dənə əməl, düzdürmü? İndi necə ki biz həqiqət ədədlərdə misalları toplayıb çıxıb vurub bölürdüksə, sözsüz ki kompleksdə də eyni qayda toplayıb çıxıb vurub böləcəksən. İndi gəl görək necə olur. Məsələn, 2 dənə kompleks ədəd götürək. Zeynəb, Z1-imiz bərabər olsun qızım A1 plus B1 i-yə. Bir də Z2 bərabər olsun A2 üstəgəl B2 i-yə. Bunları görək necə toplayıb, necə çıxacaq. Uşaqlar, düzdür, aidiyyətsiz mövzulardır, amma yada salmaq üçün deyirəm. Bundan əvvəl vektorlar keçdik, yazıdadır. A vektoru, B vektoru. Orada toplayanda nə edirdik? Bax, toplayanda x-ləri 1, y-ləri 1 toplayırdıq. Çıxanda x-ləri 1, y-ləri 1 çıxırdıq. Nə bilim, sabitə vuranda x-ləri 1, y-ləri vururduq, düzdür? Elə bil 10-la oxşaracaqsan bunu. Toplayanda həqiqi hissələri 1, xəyalları 1. Çıxanda həqiqiləri 1, xəyalları 1. Nə bilim, vuranda həqiqiləri 1, xəyalları 1 vuracaqsan. Olacaq misal üçün. Ana bir yazını bura. Tutaq ki, Z1 üstə gələnsə Z2. Bərabər olacaq. A1 üstə gələ A2. Bu oldu bizim həqiqi hissəmiz. Üstə gələnsə B1 plus B2 ilə oldu xəyal hissəmiz. Həmçinin çıxanda da Z1 çıxılsın Z2 nəyə bərabər olacaq Furkan? A1 çıxılsın A2. Üstə gələnsə B1 çıxılsın B2. B1 peki. Yanında bir dənə is. Oldu? Misal göstərək, daha aydın Oldu. olsun. Tutaq ki, mən yazıram burada, necə? Z1 bərabərdir qızım. Ürəyim istədiyi ədəd götürək. 2 üstə gələnsin 9. Bir də yazıram, Z2 bərabərdir 6 plus, nə bilim, 4. Cəmi nə olacaq? Furkan de, həqiqi hissələr cəmi neçə eləyir? Deməli, mənim orada Birinci birinci A1 ilə A2-ni toplayırıq. 2 üstə gəl 6, 8. Üstə gəlsin 9, 3, 13. 13. Çıxmasında, Ayxan de. 2-dən 6-nı çıxırıq, mənfi 4 olur. 9-dan 4-ə çıxanda 5. Səndən soruşaq ki, məsələn, cəminin həqiqi hissəsi nədir, xəyali hissəsi nədir? Həqiqi 8 oldu, xəyali 13. Fərqinin həqiqi hissəsi mənfi 4, xəyali hissəsi 5. Oldu uşaqlar? Oldu. Oldu. Problem yoxdur. Oldu mən. Hə. Vuranda isə uşaqlar normal mötərizə kimi vuracağıq. Necə? Gəl baxaq. Z1 vurulsun Z2 bərabərdir. İndi mən bunu göstərmək istəyirəm. İmeni bu misal. Olacaq 2 plus 9 vurulsun 6 plus 4 bərabərdir. 2-ni 6-ya vuranda 12 kömək edin mənə. 2-ni 4-yə vuranda plus 8 plus 9 6-nın 54 üstə gəl 36 i-nin kvadraты. Razıyıq da bura kimi, hə? Uşaqlar, bayaq ilk kvadratin qiyməti nədir? Mənfi 1. Deməli, nə olacaq? 12 plus 8, bu da 54. Toplamda neçə eləyir? 62 i çıx 36. Bu da bərabərdir. 12-dən 36 çıxanda mənfi 24 plus 62 i. Deməli, hasili oldu bu. Hasilinin həqiqi hissəsi oldu mənfi 24. Xəyali hissəsi Mirsamir nə oldu bala? 62. Aydındır? Aydın. Problem yoxdur uşaqlar burada. Xeyr mi? 100% Xeyr. hər şey tam aydındır da. Bəli. Lap gözəl. Bəli. Gəlin testimizdən də bir-iki dənə suala birlikdə baxaq və sonra yekunlaşaq. Məsələn, ilk sualımızda Zeynəb nə yazıbdı oxu? Yazıb ki bizə 3 çıxılsın, üstə gələnsin kök altında 5-i, o birisi mötərizədə 3 üstə gələnsin kök altında 5-i. Dəniz, bu sənə nəyi xatırladır? Ay bala, səssiz qalmıyor. Nəyi xatırladı bu mötərizə? 3 üstə gəl kök altında 5-in kvadratıdır. Kvartar fərqi ya, düzdür? Olacaq. A plus B açıq B kvartar fərqi deyil. 3-ün kvartı çıxılsın kökdə 5 i-nin kvartı. Birbaşa cavabı dedim, tələsin. 3-ün kvartı 9 çıxılsın kök 5-in kvartı 5 i kvartı oldu. Bayaqlar dedik i kvartı mənfi 1-dir. Mənfi 1 mənfi 5-ə vuranda olacaq 9 üstə gəl 5. Cavab nə oldu? 14. Variant olaraq desək C variantı.
Oldu uşaqlar? Oldu Oldu. müəllim. Sonra. Hə. 5-ci suala baxıram. Furkan oxu 5-i nə yazırdı? 5-də mənim deyir ki, 1 çıxılsın i, üstə gəlsin i-nin kvadratı, çıxılsın i-nin kubu. İ'nin kubu. Bəri başdan bu ilk vartından bir getdi. Çünki ilk vartı -1'di, biri neynədir? Mənfi bir ilə. Gəl i'nin kubuna baxaq. i'nin kubu bərabərləcək. İlk kvartı vurulsun i'yə. İlk kvartı -1 olduğuna görə mənfi i oldu. Bən. Olacaq. Deməli, buradakı mənfi i. Deməli, mənfi i. Çıx mənfi i. Yəni, üstə gəl i olacaq. Burada da i'lər getdi. Yerdə nə qaldı? 0. 0. Variant olaraq desək nədir uşaqlar? B B variant. variant. Oldu. Bən. Oldu mu? Baxaq məsələn, nə bilim, 15 uşaqlar. 15-ci sualda yazıb Z1 bərabərdir 5. Üstə gəlinsin 3-i. Z2 də bərabərdir. Məhəmməd Əli nə 1 verir bizə? çıxılsın 2. 1 çıxılsın 2. Nə soruşur bizdən uşaqlar? Cəmi. Z1 Yəni üstə Z1 üstə Z2. Z2. Bayaq dediyim kimi, həqiqiləri bir topla 6. 3-ün üstə də mənfi 2 ilə də bir dənə. Всё. Nə soruşur? Cəmi yazın. Hardadır görün bu? 6 çıxı. Tərəsmə. Ya 6 çıxı yox, üzrürsən. Üstə gəlin bir dənə. 6 pirisi hardadır? B variantı. B variant. Oldu uşaqlar. Bən. Oldu. Oldu Bu müəllim. kadar getdi. Kompleks ədədlərində izahı bu qədər. Başqa qeyri-adi heç nə yoxdur. Kiməsə qaranlıq qalan nə isə varsa bir də deyə bilərəm ha uşaqlar. Yoxdur ki? Xeyr. Xeyr. Başqa sözsüz tapşırığınız varmı bəs mənə? Xeyr. Ev tapşırığımız nə oldu bizim? Ayxan təkrarla. Kompleks ədədləri 1-dən 90-a qədər, loqaritmanın da son bölməsinin 1-dən 30-a qədər. Bir də ki, kompleks ədədlərin həmişə olduğu kimi qaydalarını soruşacağım da gələn dəfə. Görüntünü açıb danışacaqsın mənə. Başqa sözsüz sualınız yoxdursa uşaqlar, sağ olun. Gecəniz xeyrə qalsın. Allah'a əmanət.